Allah arasında heç bir vasitə yoxdur. Allah Quran-ı Kərimdə nə deyir? Allah bizə şax damarımızdan yaxındır. Allah bizi bizdən daha yaxşı bilir. Yaradan yaradılanı hər kəsdən, digərlərindən daha gözəl tanıyır. Yəni bunu bilən Allah haşa başqa bir vasitə qoşulmasını istəyərmi? Övliya, vəli, nə bilim imam, peyğəmbər, hansısa kimisə şəxsi araya qoşulmasını rəva bilərmi? Onlar bizdən daha mı yaxşı tanıyırlar? Allah bizi bilmirmi? Araya vasitəçi qoyub biz onlardan istəyirik. Ona görə Peyğəmbərimiz əvvəl gündən demişdi, mən fəssərəl Qur'anə bir rəyihi. Kim Qur'an-ı Kərimi öz rəyi ilə, din qalıb, əhl-beyt qalıb, Peyğəmbər qalıb, o mənbəyə istinad eləmir. Hədis boş şeydir, Peyğəmbərin kəlamını qoydu kənara, imaməti qoydu kənara, onu qoydu kənara. Mən belə izah edirəm. Mən fəssərəl Qur'anə bir rəyihi fəliyyətəbəvvə məqədəhu minənnar. Yerini hazırlasın, yeri bəllidir aradı. Minənnar, həm dünya, həm axirət. Həm dünyada bir yerə yetişməz, həm də axirətdə də bəllidir, cəhənnəmdir. Yaxşı, gördünüz belə bir insanlar din mütəxəssisi deyil. Öyle öz istədiyi kimi izah edir. Sən də onu dəstək verməklə, sən mənim qardaşım, sən də düşürsən onu oyundan. Sən də düşürsən onu oyundan, müğayət ol. Bir də ayə deyim sizə. Və iz əxəzəllah misaqəl-ləzinə utul kitab. O zaman ki Allah əhli kitabdan nə aldı? Əhd aldı. Nə əhd aldı? Li-tubəyyinunnehu lin-nasi. Əhd budur. Siz bu kitabı bəyan eləyin, çatdırın insanlara. Və la təktumunehu. Gizlətməyin orada olanları. Fənəbəzuhu vəraə zuhurihim. Onlar götürdülər ayələri, atdılar arxaya. Təhqir elədilər, yəni. Vəşdəru bihi səmənən qəlilə. Ucuz satdılar ayələri. Dünya maraqlarına qurban verdilər ilahi istəkləri. Fəbi'sə ma yəşdərun. Nə ucuz satırsınız, nə pis ticarət edirsiniz. İmam Baqir bu ayə çatanda dedi ki, bunlar ki, ayədəki qeyd olunub, götürdülər ayəni, atdılar arxaya. Nə deməkdir? Buyurur, kənə min nəbzihim əl-kitab. Mənası budur. Ən əqamu hurufəhu və hərrəfu hududəhu. Hərfləri, sözləri, kəlmələri saxladılar, mənanı dəyişdilər. Bu elə Quranı götürüb atmağı da arxaya. Götürüb atmağı da arxaya. O kəs ki, Qur'an-ı Kərimələ istədiyi kimi izah verir. Bu ayəyə şamildir. Məsum buyurdu, bunlar belə elədilər.